və nəhayət onlarla möhkəm cinsi əlaqədə bulunun. Bu tərcüməni bir daha oxumaqdan utansam da məcburam qeyd eləməyə. Ötən gün bilmirəm bunu deməyim nə qədər doğru olacaq, ancaq məcburam deyim, çünki həqiqətən bu etik olmayan bir yanaşma idi. Quran tərcüməçilərindən biri var. Mən o vaxtda magistratura oxuyanda bizdə də bir dönəm dərs demişdi. Həmin şəxsi gördüm bir zalların birində, salamlaşdım, yaxınlaşdım. Salamlaşandan sonra dərhal insanın içində necə biruzə verir, kini olanda, əsəbi olanda, dərhal sən kimsən, belə bir tərcümə edirsən, mənim dediyimi mövhumat adlandırırsan, mövhumat mənə kilometrlərcə uzaqdır, sən bu günlərin bu fikirlərə gəlirsən, mən bunları Azərbaycanda islahatı bu sahədə aparan insan olmuşam kimi ifadələr işlətdi. Mən dedim ki, mənim biraz sakit olun, biz bunu zəng də eləyə bilərdiniz, oturub danışa da bilərdik, müzakirə eləyə bilərdik. Dedi, yox, sən mənim Quran tərcüməmi göstərərək bunu eləmisən və s. Biraz məsələ uzandı. Sonra kənardan insanlar müdaxilə elədiyi təqdirdə biraz problemlərin yaranacağını görüb, məsələ sakitləşdi. Amma mən həmin şəxsin elədiyi birinci Quran tərcüməsindən yox, ikinci versiyasından, yəni sonuncu olan, indi əlimizdəki ən axırıncı olan 2 ayəni qeyd edəcəm. Baxın, özü necə tərcümə edib. Buna mövhumat mı deyir, xurafat mı deyir, islahat mı deyir, yenilik mi deyir, həqiqət mi deyir, gerçəklik mi deyir? Bu onun biləcəyi bir məsələdir. Amma baxın, bu əlimizdə Oxu, Quran açıqlaması deyə olan kitabda açıram. Nəriman Qasımoğlu'nun həmişə həqiqətən sayğım olan bir insan olub, amma təəssüflər olsun ki, bu şəxsin ötən günkü yanaşması, dedim bir tərcüməsinə təkrar baxın. Baxın, Quran-ı Kərimin 4-cü surəsi olan Nisa surəsinin 34-cü ayəsinin Azərbaycan dilindəki tərcüməsini oxuyacağam. Həmin o tərcümənin mən sizə indi Azərbaycan dilində başqa versiyalarını qeyd edəcəm. Deməli, təbii ki, buradakı olan tərcümənin də yanlış olduğunu qeyd edirəm, bildirirəm. Çünki bununla bağlı İslamda Varmı adlı kitabımda geniş açıqlama vermişəm. Orada tərcüməsində belə yazıbdılar. Azərbaycan dilində başqa bir tərcüməni oxuyuram. Yazır ki, Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Yəni bu cürə tərcümədən belə məntiq çıxarılır ki, sabahlarım qadınlar həqiqətən öz mallarından xərclədikləri təqdirdə qadınlar kişilər üzərində himayəçi olacaqlar. Yaxud da ilk dövrdə Məhəmməd Peyğəmbərimiz Xədicə anamızdan evləndiyi təqdirdə Xədicə anamız daha imkanlı olubsa, o xərcləyibsə, o zaman buradan bu məntiq mi çıxır ki, Xədicə anamız Peyğəmbərimiz üzərində himayəçi olub. Neysə, bunu da qoyuram bir kənara. Sonra davam edir tərcümə. Deyir, əməli salih qadınlar Allaha itaət eləyər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Əməli salih qadınlar deyə tərcümə olunur. Sonra deyir, özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət eləyin. Yataqda onları tərk eləyin və onları döyün. Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən Allah ucadır, böyükdür. Yəni bu bir tərcümədir. Bu tərcümə doğrudurmu? Doğru olmadığı ilə bağlı qeyd elədiyim kimi İslamda Varmı adlı kitabımda bu haqda qeyd eləmişəm. Kitab əldə eləyə bilməyəcəksiniz, çünki artıq kitab bitib. Sadəcə olaraq bununla bağlı YouTube kanalımda girib qadınlar döymək olarmı deyə mövzuya baxa bilərsiniz. İndi bayaqlarım haqqında danışdığım Nəriman Qasımoğlu'nun Oxu adlı Quran tərcüməsində qeyd elədiyi bir məqamı qeyd eləyəcəm. Tərcüməsini o eyni şəkildə oxuyuram. Heç nə demədən. Yazılıb, kişilər qadınların qayğıcılları. O yüzdən ki, insanların bəzisindən nələrdəsə Tanrı üstün tutmuş. Eləcə də o üzdən ki, xərc eləmiş kişilər öz malından. Xeyircil qadınlar qayğılı, sevgili, itaətcil. Qoruyandırlar görülməzdə o nəsləni ki, Tanrı qorumuş. O qadınlar ki, əndişə çəkirsiniz onların tərsliyindən. Əvvəlcə öyüd verin onlara. Sonra tək buraxın onları yataqlarında və nəhayət onlarla möhkəm cinsi əlaqədə bulunun. Və sizə ram oluban sayğılı davransalar, bir yol aramayasız onların əleyhinə. Tanrı gerçəkdən ucadan uca, uludan ulu. Dostlar, vallahi utanıram bunu. Bu tərcüməni bir daha oxumaqdan utansam da məcburam qeyd eləməyə. Birincisi burada deyir ki,
əvvəlcə öyüd verin onlara. Birincisi, orada əvvəlcə öyüd verin söhbəti yoxdur. Sonra deyir, tək buraxın onları. Sonra sözü də yoxdur orada ayədə. Yataqlarında. Nəhayət deyir, nəhayət. Onlarla möhkəm cinsi əlaqədə olun. Bu nə deməkdir? Bu haqqı sizə kim verib? Allah həqiqətən qadına nəsihət eləyir, sonra yataqda buraxır, sonra da bu cürə edilməsini mi tövsiyə eləyir? Bu təcavüz deyilmi? Deyə bilərsiniz ki, insanın öz yoldaşının, bəli, bu da bir təcavüzdür. Bu da bir zülümdür. Bu da bir mobbing dediyimiz həqiqətən zorakılıq halıdır. Yəni, belə bir tərcümə veriləndə buna möhfumat, xurafat, islahat nə deyək? Sonra digər bir ayəni də burada qeyd edəcəm. Hələlik digər tərcümələrinə girmirəm. Məsələn, bilirsiniz ki, Nəbə surəsi var. Quran-ı Kərimin 78-ci surəsi və Kəvəybən Ətrab mövzusunu orada dəfələrlə qeyd eləmişəm. Buna da Xəbər surəsi kimi tərcümə verilib. Xəbər sözü özü ərəbcədir. Nəbə sözü də ərəb dilində, bəli, orada var Nəbəül əzim, böyük, əzəmətli xəbər. Amma nəbə sözü ilə xəbər sözünün bir-birindən fərqi var. Xəbər sözü yanlış da ola biləcək hər hansısa bir məlumatda, doğru da ola biləcək bir məlumatda. Buna xəbər deyilir. Amma nəbə sözü təsdiq, inkar edilməz xəbərlərdir. İnkar edilməz xəbər. Burada da həmin orada, baxın, görün nə deyir. Şəksiz deyir, çəkinənlər üçün bir qurtuluş yeri var, zamanı var. Bağlar, üzümlər, sinələri qabaran yaşıtlar, dop dolu badələr. Yəni burada o və Kəvaybə Ətrab sözündə nə sinə sözü var, nə sinənin qabarmağı var, nə yaşıt sözü var. Yəni baxın, belə tərcümələr verilir. Sonra da deyir ki, kimsən belə bir ifadəni işlətmisən, hətta deyir, sən deyir, bunu mənə təhlikdə yox, oturub deyir, ekran qarşısında deməlisən, nə bilim, nə biraz təkrarımız ifadə işlətdi orada. Yəni mən vallahi bilmirəm, insanlara necə cavab verəsən, necə reaksiya verəsən. Yəni bu mədəni bildiyimiz, hörmət elədiyimiz bir insanın yanaşması budursa, digərlərindən görün yanaşsaq, qarşılaşsaq necə reaksiya verəcəklər. Dini əslinə uyğun öyrənmək istəyirsinizsə, Elşad Milli'nin YouTube kanalına abunə olun, bəyənin və paylaşın.